Köynələr. Gəlmişəm bizim sevimli heyvanxanamıza. Heyvanxana deyəndə fikrimizə başqa şey gəlməsin. Çox ümidvaram ki, sizin də fikrinizə mənim fikrimə gələn gəldi. Çünki əslində son zamanı heyvanxanaların biraz ünvanı dəyişib. Artıq sevimli şəhərimiz dönüb böyük bir heyvanxanaya. Yani arasında adamlar da var, heyvanlar da var. Təəssüf ki, heyvanlar insanlardan çoxdur. Köynələrin yaxşı yadında olar. Əvvəl heyvanxana bizdə yerləşirdi Dağüstü Parkda. Sonra köçdü gəldi bax bura. Həmən bu yerə, Gəncliyin yaxınlığında. Bu yaxınlarda, yəni bir neçə ilin söhbətidir. Bura kapital şəkildə təmir olunub. Doğrudan da çox gözəldir, çox möhtəşəmdir. Amma mən istəyirəm xatırladım həmən o illəri ki, nə zaman ki buranın sən deyən belə maliyyələşməsi olmayan zamanda da buranın kollektivi layiqincə, yəni bura baxırdılar, əllərindən gələni eləyirdilər ki, bu heyvanxana məhv olub getməsin. Yəni heyvanlar da pis, yaxşı yaşayırdılar. Mənim o anlar çox qəşəng yadımdadır. İndi də valla uşaqları götürmüşəm bura, baxıram digər millət də uşaqları götürüb. Hamının üzündə təbəssüm, gülünc, xoşbəxtlik hiss olunur. Bu qədər bizim əsl, yəni ki adı heyvanxana olan və məkanı heyvanxana olan bir məkandan qəlbdən qəlbə.